Azərtaşın verilişidir. Xoşqədəm xanım Hidayət qızının verilişidir. Digər Elgizin verilişləri. Ən çox qəhrəmanlar hardan gəlir ora? Evindən qaçanlar hardan gəlir ora? Adi bir sual verirəm. Hardan gəlirlər? Bölgələrə bölmürəm. Amma sual Minalanmış verirəm. əraziyə girirsiniz. Həqiqətən də. Yenə bölgə söhbəti. Ya baxın, bölgə söhbəti deyil. Mən sual verirəm. Şəhərdə də olur elə şeylər Səidə xanım. Amma ən çoxu sual verirəm də. Mən demirəm ki, hamı hardan gəlir. Deyirəm ən çoxu hardan gəlir. Bölgədə nə qədər insanlar var, bugün oturub onun üzərindən şou quran aparıcıların efrinə imdad diləyirlər. Nəyə görə? Bunun da bəlli səbəbləri var da. Bu həmin insanların suçu deyil axı. İmkansızlıqdır, maddi durumdur, oxumaq və s. Amma baxın, bunların üzərindən Amma şəhərdəki baş verən bir çox şeyləri nəzərə alsaq, tərəziyə qoysaq. Zaten mən danışmışam da, əksər vaxtı danışmışam da. Hətta yazıblar ki, lüt gəzir də. Sənin nəyivə lazımdır? Tutaq ki də, məsələn deyirəm, geyimindən də toxunmuşam, tərbiyəsindən də toxunmuşam. Məsələn, mənim xoşuma gəlmir. Parkda çıxıram gəzməyə, görürəm ki, bizim Azərbaycan qadınları, o deyirlər siqaret damağında. Oturub siqaret tüstülədilər. Mənim xoşuma gəlmir. Mən də bəyənmirəm. Mən xoşuma gəlmir hər şeyin ifratı. Mən içki içkən qadın Evinizin içində eləyin. Baxın, evinizin içində eləyin. Evinizin içində soyunun, lütdən, siqaretinizi çəkin. Nə bilim, istəyirsiniz spirtli içkinizi də qəbul edin. Bu başqa bir şeydir. Amma cəmiyyət bizim övladlarımıza təsir eləyir.